Goranboyda yol polisinə tabe olmayan sürücü həbs edilib. Yeni Sabah məlumat verir ki, Lent.az-ın məlumatına görə hadisə rayonun Şahməmmədli kəndi ərazisində baş verib. 57 yaşlı Vəfadar Quliyevin ad və soyad şərtidir, idarə etdiyi avtomobilin ön dövlət qeydiyyat nişanı standartlara uyğun gəlmədiyi üçün yol polisi tərəfindən ona saxla əmri verilib. Bu vaxt onunla yol polisi əməkdaşları arasında mübahisə yaranıb və o, əməkdaşa gedin işinizlə məşğul olun, siz kimsiniz deyib. Daha sonra ona avtomobilinin duracağa aparılacağı bildirilib və Vəfadar yenə etiraz edərək nalayiq ifadələr işlədib. Nəticədə o, saxlanılaraq Goranboy rayon polis şöbəsinə aparılıb. Fakt əsasında onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 xırda xuliqanlıq və 535.1-ci polis yaxud hərbiçinin qanuni tələbinə tabe olmamaq maddələri ilə protokol tərtib edilib. Haqqında İnzibati Xəta üzrə icraat aparılan Vəfadar Quliyev delib ki, Goranboy rayon statistika idarəsinin əməkdaşıdır. Səhər saat 9 radələrinə yol polisləri mənə saxla işarəsi verdilər. Ancaq mən avtomobili dərhal yox, 30 metr sonra saxladım. Yol polisi əməkdaşı avtomobilimin ön nömrəsi standartlara uyğun gəlmir deyəndə əsəbiləşib dedim ki, gedin işinizlə məşğul olun, siz kimsiniz? Bundan sonra aramızda mübahisə böyüdü. Qərara alındı ki, maşınımı duracağa aparsınlar. Bu vaxtda etiraz edərək onların tələbinə tabe olmadım. Vəfadar Quliyev əməlindən çox peşman olduğunu deyib. O, aqressiv davranışını yaşı və şəkər xəstəliyi ilə əlaqələndirib. Goranboy rayon məhkəməsinin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası verilib.